Düzdür. Ana olarak ah çəkirik, ağlayırıq. Ama o bir sözünü fikirləşəndə bir fəxarət hissi, bir qürur hissi anamın ürəyində baş qaldırır. Evladım tarixdə yaşayacaq. Evladımın adı tarixdə yaşayacaq. Elmar Murovdan Şuşaya qədər döyüş yolu keçib. Onun keçdiyi yolda özünün çoxlu rəşadətləri, çoxlu cəsurluqları olubdu. Və bütün xalqımız, elimiz, obamız bilir ki, Elmar 18 yaşlı Tovuz balasıydı. 18 yaşında bir yetim idi. Ama yine de deyirəm, şükür bugünkü günə. O günə şükür ki, bugün xalqımız azad yaşayır. Onların sayesinde. Bugün varıq onların sayesinde, şəhidlərin sayesinde, qazilərin sayesinde. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin, ruhunu şad eləsin. Analarımıza, atalarımıza Allah'a səbir versin. Bir də Azərbaycan səmalarında qara bulutlar hərrənməsin. Allah xalqımızı qorusun. Hər kəsə yanımda olan bütün şəhid analarımıza